3 ya mənim 4 yaşım olardı. Mənim yaddaşım çox yaxşıdır. Deməli, körpə gəlib dünyaya, ikinci körpə. Ata müharibədədir. Arada belə də bir 5-6 günlük buraxdılar onu. Çünki ayağı sınmışdı, təzədən getdi fronta. Anam körpə uşaq, bir də mən qalmışdı təkcə. Qaydı ki, qızım, qeyb çörək ala bilərsən. Normaydı da, çek idi. Bəli, çek verir. Gedib çörək ala bilərsən. Dedim, amma niyə almıram ki, gedib alaram. Mən də çox belə sakit uşaqdım. Gəldim çörəkçiyə, indi dayanmışam növbəyə. Məndən qabaq bir 5-6 adam var. Tüstüləyən kim, qoca kişi söykənib belə, ayağı yoxdur, kastildə dayanıb, ona tamaşa edirəm. Mən də uşaqlıqdan müşahidəçi idim. Mən çeki itirdim. Uşağım da. Fəlakət. Fəlakətə bax, evdə körpə, ana süd verir. Mən o çeki itirdim. İndi kişi deyir ki, qızım ver də, hanı bəs sənin kağızın? Dedim, yoxdur, itirdim. Dedi, sən bəlkə yalandan gəlmirsən bura. Dedim, valla, ağladım ki, valla yanımdaydı. İndi gələn də axtarıram ciblərimi, nə bilim nəyi, qoltuğumun altını, belə buraları. Görəm, yoxdur da, itirmişəm. Uşaq da bəlkə keymiş də, indi fikri qalıb o kastillə gəzən kişidə. Nəysə, indi evə gedə bilmirəm, ağlayıram. Bir də gördüm ki, anam körpəni hardasa qoyub, gəlib, ay uşaq, sən hardasan? Mən səndən yaran qalmışam, niyə gəlmirsən? Dedim, ağladım ki, mama, çekimi itirmişəm. Çekimi itirmişəm, mamam dedi ki, eyb yox, gedək evə, gedək evə, evdə danışarıq. Gəldim evə, çörək yox. Əmim o biri tərəfdən çıxdı, əmim arvadı bu birisi tərəfdən, qoca nənəm vardı, o çıxdı. Vay, sən neynəmirsən? Sən bizi bu gün ac qoymuşsan, bu uydu çörək yiyəcəlik, onu da məhrum elədin. İndi ağlayıram, ağlamaqdan başqa əlacım yoxdur. Sonra əmim getdi, hardansa tapdı, o təzə gəlmişdi frontdan. Nəsə quru çörək tapdı belə. Anam onu götürdü, çayda belə istatdı, nəm elədi, çörəyi böldü bir neçə yerə. Bu boyda tikə hərəmizə düşdü, onu yedik, onun da üstündə yatdıq. Bax, o mücrünü mən oynayanda mənə Fuad Fərzəli bəy çəkirdi onu, Nazim Dadaşov da rejissor idi. Gülhüseyn Hüseynoğlu da onun müəllifi idi. O yerində mənə dedi ki, ağlamaq lazımdır. İndi məndən göz yaşları necə gedir? Yəni, öz həyatınız gəldi, tutuldu. Tüm bədənim sirkələnir. O uşaqları da suraxanada çəkmişdik. Uşaqlar da ac saxlamışlar ki, görməmiş kimi yesinlər də uşaqlar o illərin aclığını. Balacadır, o aktyor deyil ki, o vəsiyyəti verə bilsin. Duru belə su idi, belə ağ kələmlər içində üzürdü. Bu uşaqlar acıdılar. Bunlara baxıram, görüm necə yeyirlər, ilahi. Ay Allah, gözlərini təpdilər bu xörəyi, dadsız xörəyi. Mən də bunlara baxdım, ağlamaq tutdu məni. Gəldi, öz həyatınız yadınıza düşdü. Öz həyatım yadıma düşdü. O mənə həm dost idi, həm sirdaş idi, həm yaxşı yoldaş idi, həm yaxşı ər idi, həm köməkçi idi. Bilirsən, məni duyan bir insan idi. Duyan, hiss eləyən. O görürdü ki, mən verilişə gəlmək üçün çapalayıram. Paltar asılıb şifanyerdən, mən bilirdi ki, hansı paltarı giyinəcəyəm. Görürdü ki, mən şifanyerdə o paltarı tapa bilmirəm. O gəlirdi, onu çıxardırdı ki, sən bunu axtarırsan. Hiss eləyirdi. Hiss eləyirdi ki, mən bu paltarı axtarıram. Çıxardırdı, onu verirdi mənə. Giyinirsən, giyin, giyinmirsə, klok hazırdır. Kloku əvvəlcədən hazırlayırdı, qoyurdu o paltarı ki, bilirdi ki, mən verilişə gedəndə mən dəli oluram. Amma kameranın qabağına gələn kimi, mənim kamera elə bil ki, mənim dünyamdır. Elə bil ki, cənnətdəyəm, xoşbaxt. Sizi sizdən yaxşı duyan, sizi yaxşı başa düşən insan varmı? Amma açıq etiraf edin. Təbii ki, Ofel ağa. Sən İlham, onun mənə elə gəlir ki, dünyada ən gözəl səs onda idi. Gözəl səs, bəli. Ən gözəl səs. Mən radioya gələndə də biz orada görüşdük. Mənim 18 yaşım var idi. Bu artıq redaktorudur. Deyirdim, ilahi, bu danışanda mən istəyirəm elə, ancaq gözümü yumum ona qulaq asım. Sən demə, biz artıq vurulmuşuq bir-birimizə. Aha, o da sizə, siz də ona. O mənə, mən də ona. Veriliş gedəndə, maraqlı veriliş, tez yataq otağına cumuram. Valid, bilirsən nə gözəl verilişdi, görüm yataq otağı boşdur. Heç nə yoxdur. Bomboş. Mən onun kravatına baxıram belə, deyirəm, ilahi pərverdigar, sən özün mənə səbir ver.
düzgün deyil də ağlamaq. Mən onu Bəli. incidə bilərəm. Bəli. Birinci günlər çox ağlayırdım. Səhər, axşam çayı dəmləyirdim, o çay içən idi. Çox çay içən. Çox çay içən idi, siqaret çəkən. Sigaret, çay. Qəşəng dəm Hə. görəndə, ay sağ ol, əllərim var olsun, belə də gözəl çay olar. İçirdi o çayı, böyük bir zövq alırdı. Deyim sənə ki, dövlətdə yaşamışıq. Yox, dövlətdə yaşamamışıq. Amma həmişə xoşbaxt olmuşuq.